Nevroz emosional çıxılmazlıqdır və bundan qurtulmaq istəyirsiniz, düzdürmü? Yəni bu video hal-hazırda ona görə baxırsınız və bugünkü videoda, yəni ki, bu səbəb haqqında, nevrozu yaradan ən əsas təməldə duran səbəb haqqında demək olar ki, mən cüzi olaraq yəqin bəzi videolarda toxunmuşam, amma yəni bünövrəsidir də, nevrozun bünövrəsini qoyan səbəbdən danışacağam və siz bu səbəbi darmadağın etməlisiniz, yox etməlisiniz, heç etməlisiniz ki, ümumiyyətlə büsbütün nevrozdan həm qurtulasınız, həm həyatınızın keyfiyyəti həqiqətən də müsbətə doğru çox dəyişilsin. Yəni az yox, çox və zamanla əlbəttə ki. Yəni hər bir problemi aradan qaldırmaq üçün buna zaman lazımdır. Yəni keyfiyyətli olsun deyə, dərindən olsun deyə, çox belə necə deyim sizə, ümumi olsun deyə, düzdürmü? Deməli, ən əsas səbəb bu nədir? İndi belə deyək, ümumiyyətlə hər bir pozuntunun kökünə hələ baxsaq, səbəbinə baxsaq, fərqi yoxdur bu hansı pozuntudur, hansı şəxsiyyət pozuntusudur. Burada nə baş verir? Psixoemosional olaraq insan hansısa yaş dövründə ilişib qalmış olur. Psixoemosional nədir? Yəni ki, verdiyi reaksiyalar həyatda təhlükəyə, çətinliyə, xırda problem olsun, böyük problem olsun, fərqi yoxdur. Hər problema verdiyi reaksiya özünə mi qapanır, təşvişə mi düşür, qorxuya mı düşür, qaçır insanlardan kömək mi istəyir? Yəni ki, bunların səbəbi var da, düzdürmü? Yəni psixoemosional durumda ilişib qalmağın da bir səbəbi var. Və nevrotik insanlar hansı yaş qrupuna daxildirlər psixoemosional olaraq? Yeniyetmələr. Yəni yeniyetmə insan görürsünüz necə olur? Çox emosional olur, çox belə aşırı tepki verən olur, tez qıcıqlanan olur. Yəni ki, onu çox təsir altına çox asandır salmaq, düzdürmü? Yəni ki, nevrotik insanları diqqətlə izləsən həyatda, davranışını, tepkilərini falan, yəni bəzən istəyir müstəqil olsun, düzdürmü? Can atır ki, sərbəst olsun, istədiyi kimi yaşasın, eləsin, amma qərarsızlığı, başqalarının üzərinə məsuliyyəti atmağı, yəni ki, hər zaman çox qərarsızdır, hər zaman eləyim, eləməyim, istəyirəm, amma olmaz. Necə demişəm, nevrotik pozuntunun fəlsəfəsi budur da, yəni ki, yaradan səbəb budur, düzdürmü? Nevrotik insan nədən məhz psixoemosional olaraq yeniyetmə yaşda ilişib qalmış olur? Bu fərqi yoxdur. Nevrotik pozuntuya daxil olan hansı insanda ola bilər? Onda obsessiv-kompulsiv pozuntudur, hipoxondriyadır, təşviş pozuntusudur, somatoform pozuntudur, sonra nə? Panik ataklardır, agorafobiyadır. Yəni fərqi yoxdur. Bunlar hamısı nevrotik pozuntulara daxildir. Və bu insanlar da dediyim kimi bu yaş qrupuna daxildir. Onların psixoemosional olan deməli səviyyəsi. Və nə etmək lazımdır? Demək ki, bu səviyyəni qaldırmaq, birinci, sən yeniyetmədən keçirsən gənclik dövrünə, sonra keçirsən yetkin, düzdürmü? Yəni, sən görünürsən yetkin bir insan kimi, amma sənin həyatda davranışların, qorxularına yenik düşməyin, hələ bu ölüm qorxusu falan, bu sırf səndə, yəni ki, öz yaşva görürsən ki, uyğun deyil. Yəni, bunu nevrotik insan anlayır. Nevrotik insanların tənqid bacarığı çox gözəldir. Yəni, anlayırlar vəziyyətlərini, durumlarını çox gözəl başa düşürlər. Deməli, baxın, nə olur burada? İnsan, yəni, müəyyən etaplardan keçir də böyüyənə qədər. Yəni, biz anadan olanda, anaya, yəni ki, ana bətnində tam bağlı oluruq, düzdürmü? Yəni, ana ilə evladın, uşağın bağlılığı, yəni ki, %100 olur. Çünki anadan evlada orada qida ötürülür, düzdürmü? Yəni ki, qanı ilə, anadan keçən qanla, düzdürmü? Deməli, ümumiyyətlə, ana ilə bağlılıq, valideynlə bağlılığa deyilir simbiyoz. Gəlin də bunu hələ belə danışaq ki, mənə asan olsun. Sonra mən bu termin, 2-3 termin olacaq, çox olmayacaq ki, yəni sizin də belə ağlınızı çox belə bulandırmaq, çaşdırmaq kimi olmasın. Simbiyoz, deməli, bağlılıq deməkdir bu.
Və uşaq anadan olanda nə olur? İlk anadan qopması baş verir fiziki mənada. Ananın bədənindən axı çıxmış olur və salam. Uşaq artıq burada birinci ilk əsas separasiya baş verir. Separasiyadakı aralanmadır. Yəni simbiyoz bitiş ana ilə bağlılıqda, separasiyası aralanma. Və yaş artdıqca zamanla daha da insan valideyndən qopmalıdır və bu təbiətin bir qanunudur. Sadəcə indi mən qayıdacağam, yəni ora biraz onu danışacağam. Sadəcə yeniyetməlik dövründə nə baş verir? Nevrotik insan nədən nevrotik olur? O dövrdə valideyn o separasiyanın, o qopmağa tam yol vermir, tam icazə vermir. Özünün, yəni uşağın hər bir qərarına qarışmış olur. Çox burada hiperhimayə var. Yəni tam sərbəstlik əlbəttə sən yeniyetməyə vermirsən, amma yeniyetmənin bütün həyatına aid, özünə aid qərarlarına qarışmış olur valideyn. Yəni ki, deyir ki, hələ pal-paltarına qədər ki, bunu giymək. Ola bilər də siz nevrotik pozuntusunuz. Məsələn, sizdə heç paltarınıza qarışılmayıb. Amma mütləq ki, orada siz artıq elə vəziyyət, durum olub ki, yəni həm ya ola bilər artıq öyrənmisiniz, sizin yerinizə hər bir qərarları verirlər. Ya bəlkə heç istəməmisiniz sizin yerinizə qərar versinlər, amma artıq buna məcbur olmusunuz da, məcbur qalıb boyun əymisiniz, razılaşmısınız ki, bu durumla və salam deyin də mən bunlara qarşı çıxa bilmirəm. Bu konfliktlər sizi qorxudur valideynlərinizlə. Və elə bilin ki, artıq tutalım ki, 18 yaşına çatıb 20 yaşına, 25 yaşına, 30, 35 falan və daha artıq. Amma valideyndən tam şəkildə qopma baş verməyib. Yəni ki, müstəqillik insanda yaranmayıb. Bütün ola bilər gələcəkdə, yəni bu insan valideynlə necə münasibət qurmuşdursa, yəni valideyn dominant bir şəxsdir də burada. Valideyn biraz, yəni ki, hələ bir özündən uşağı uzağa buraxmağa, yəni belə deyək də, metaforik mənada çox yol vermir, icazə vermir. Yəni əslində tutalım ki, onu artıq yavaş-yavaş başlamalıdır buraxmağa ki, tutalım ki, hansısa ad günlərinə getsin, oradan tutalım ki, uşaqlarla bir yerdə qayıtsınlar, yəni hamı birgə. Məsəl ki, bu valideyn deyəcək ki, yox, mən səni özüm mütləq gətirəcəyəm oradan, yaxud mən özüm aparacağam səni. Yəni burada bir çox elə şeylər var ki, haradakı valideyn artıq biraz sərbəstlik verməli idi, qarışmamalı idi. Onu etmir. Yəni valideyn burada buna yol vermir. Və eləcə bu insan, yəni ki, biz necə dominant şəxslərə, o insanlar ki, kimlər bunların üzərində biraz belə baskı qururlar, təzyiq göstərirlər. Biraz o insanların təsiri altında hər zaman qalırlar. Yəni ki, bu ya iş yerində elə bir insanla rastlaşacaq ki, bunun panik atakı və yaxud OKP-si falan ortaya birdən başlayacaq çıxmağa. Məhz yəni ki, elə bir dominant şəxslər, bu narsistlərdir, bu tutalım psixopat olan insanlardır. Yəni ki, klaster B-yə daxil olan, şəxsiyyət pozuntuları olan insanlar biraz onlar baskıcı olurlar, biraz dominant olurlar. Və onlara bu cür nevrotik tip insanları görəndə orada-burada, məsəl üçün deyir ki, bundan yaxşı həyat yoldaşı çıxar mənə. Görür ki, təbiətçi sakit insandır, yolu yoxdur, vicdanlıdır, insanları düşünəndir. Yəni, nevrotik insanlar çox vicdanlı olurlar, çox başqasını düşünən olurlar. Yəni, başqasına qarşı çox düşüncəlidir, vicdanlıdır. Amma özünə qarşı o vicdanı, o düşüncəli, o cür düşüncəli olmaq yoxdur onların. Heç birində yoxdur. Başa düşdünüzmü necə? Yəni, nevrotik pozuntuda başqasına nə qədər önəm verir, özünə nə qədər önəm verir və başqasına. Bunun balansı pozulmuş olur kəskin şəkildə. Və yəni izlədiyimiz odur ki, əsasən deməyək də, nevroz olan insanların çoxsu belə genderə baxanda daha çox qadınlardır. Ya qadınlar burada üstünlük təşkil edir də statistika ilə. Yəni qadın da necədir? Yəni ki, çox vaxt hansısa ailəyə gedib düşəndə o artıq öz ata evində, məsəl üçün, nevrotik şəxsiyyət kimi formalaşıb, düzdürmü? Yəni biraz baskıya yenik düşən, biraz
təzyiqin təsiri altında qalan, yəni ki, ona asandır da təzyiq göstərmək. Konfliktlərdən biraz qorxan adamdır. Konfliktdə gedər, eləyər, amma ki, öz sözünü yeridə bilmir sonuna qədər. Öz istədiyinin üzərində dura bilmir. Ona görə yavaş-yavaş zamanla öz istəklərindən vazgeçməyə başlayır. Öz istək nədir? Tələbatdan yaranır. Tələbat da ki, bizim yəni ki, təbiət tərəfindən bizim hər birimizə müxtəlif tələbatlar verilir. Və bu insan müxtəlif hələ tələbatlarını özündə azaltmağa başlayır. Yəni ki, tələbatı tutalım ki, 100% öz tələbatlarını ödəmir hamısını. Birini 20%, birini 15%, birini 50%. Amma hamısını, heç birini, yəni ki, heç bir tələbatı yetərincə ödənilmir, xüsusən də dominant bir insanın əlinə düşəndə. Yəni, baxın, qadınlarda dedim axı daha çoxdur. Qadın gedir, qadını hələ qızı seçir elə bir insan ki, baxır bu nevrotik tip insanlar, demirəm dominant insanları cəlb edir. Çünki görür ki, mənə bununla asan olar, mən buna sözümü yeridəcəyəm, bu mənim baskım altında, mən bunu saxlaya bilərəm, mən buna hər cür təzyiq göstərə bilərəm, bu mənə qarşı çıxmaz. Bu, yəni ki, həm onlar çox əxlaqlı, tərbiyəli, yəni ki, hər şeyin yerini biləndir də, başqasına eləməz də, bir pislik eləmir. Yəni, heç bir barədə eləməz. Yəni, eləmiş olsa, aylarla özünə gələ bilmir ki, mən bunu necə elədim, nədən elədim. Yəni, yiyib bitirəcək də özünü də, bildinizmi necə? Deməli, və nevrotik insan gedir ya iş yerinə, elə bir iş yerinə düşəndə və yaxud universitetə daxil olub. Orada bir dominant bir müəllim çıxıb qarşısına ki, ancaq imtahanlardan, nə bilim, deyirlər ki, bu müəllim imtahanlardan çoxsunu kəsir çox vaxt. Yəni ki, vəssalam da imtahanlara biraz qalmış. Bu tələbədə təşviş pozuntusu, panik ataklar falan birdən belə püskürəcək, ortaya çıxacaq. Deyəcəklər ki, nə oldu bu uşağa? Bu müəllim özündəndir deyirlər. Hər müəllimin burada təsiri var, amma insan özü nevrotik insan kimi formalaşıb artıq və artıq pozuntu özü belə qabaranda, gətirib çıxaranda, təşviş pozuntusu yaranda, panik ataklar, aqorafobiya falan, bunlar yarananda insanda, yəni düşüncə artıq dağlaşmağa başlayır. Çünki o qədər katastrofik ssenarilər qurur, vəssalam məni institutdan çıxaracaqlar, ya da ki, müdir məni işdən çıxarar və yaxud ərimin sözünə baxmasam, ərimiz, mən çox biraz zid getsəm, mən ona biraz qarşı çıxsam, boşanmağa qədər gətirib çıxarar bu vəziyyət. Yox, mən gəl, biraz altdan alın, biraz hələ onun dediyi ilə qoy, oturum durum ki, həm sakitçilik olsun, həm uşağım hayküy görməsin. Yəni ki, bir şəkildə başlayır yanlış qərarlar verməyə. Yəni, özünün əleyhinə verir bu qərarları. Məsələn, yenə deyirəm, o uşaq görür ki, hə, müəllim, tutalım ki, bunu imtahandan kəsə bilər də, düzdürmü? Düşünmür ki, hə, məsələn, vəssalam orada ilişib qalır, düşünmür ki, eybi yox, gələnini mən verə bilərəm. Yəni, bəlkə də heç mən normal verəcəyəm, bəlkə mən hələ suallar falan mənə elə düşdü ki, yəni, lap axı 100% hamısını keçmir, 20-30% imtahandan keçə bilir də, düzdürmü? Yəni, bəlkə mən o 20-30%-in içində oldum. Yəni, kəsilənlər hamımız kəsilsək, tutalım 70% insan kəsildi. Biz hamımız toplanıb bir fikirləşərik, neyniyək, necə eləyək, biz bir yerdə oturub çalışarıq təzədən. Yəni ki, oturub cürəbəcür variantlar düşünmür, vəssalam, panikaya düşür ki, mənə çıxardacaqlar, sonra mən iş tapa bilməyəcəm. Yəni, ancaq katastrofik ssenarilər qurur beynində. Çünki nevrotik insan çox böyük baskı, təzyiq altında düşdüyü vaxtdan başlayaraq yavaş-yavaş nə baş verir? Burada, belə deyim də, nevrotik insanda gərginlik, daim psixika gərgindir. Nədən? Çünki daim psixika gecə-gündüz artıq, yenə deyirəm, baskıcı insanlar rastlaşanda, təzyiq altında qalanda, bu ailədə ər ola bilər, bu universitetdə müəllim, professor ola bilər, bu iş yerində müdür ola bilər, nə bilim, şöbə müdürü ola bilər, düzdürmü? Yəni, bu insan təzyiqinin altında qalmağa başlayanda başlayır katastrofik ssenarilər hər gün qurmağa, çoxlu beynində, gecə-gündüz qurur. Ay, mən bunu çatdırmıram, ay, onu eləyə bilmirəm. Yəni ki, o qədər ssenarilər bilirsiniz necədir? Yəni, həqiqətən dəhşətlidir də. Ssenarilərin axırında birində ölümdür, birində işdən atılmaqdır, birində ümumiyyətlə bir qəpiksiz qalmaqdır, birində, nə bilim, küçədə yıxılıb bayılacağam.
boğulacaq. Yəni ki, nələr düşünürlər də, çox belə hamısı onun üçün belə dəhşətli və bunu gecə-gündüz belə sınarlar və bu da bunun yəni psixika gərgindir, sinir sistemi gərgindir, kortizol, adrenalin, stres hormonları qana daim gün ərzində neçə dəfə atılır və əslən birdən birinci panik atakları olur. Ya da bir də görür ki, başlayır daha çox takıntılı olmağa, qapını çox yoxlayır, qazı çox yoxlayır, əllərini çox yuyur, ya OKP burada yaranır, ya hipoxondriya, tez-tez həkimlərə gedir ki, yox, məndə deyəsən falan xəstəliyi var, məndə o xəstəliyi var, bu xəstəliyi var. Bunlar nədən baş verir? Yəni ki, həyatında müəyyən şeyləri kontrol edə bilmədiyinə görə artıq başqalarına çox arxalanır ki, başqası mənim üçün həll eləsin bu problemi, başqası mənə yol göstərsin də mümkün olduğu qədər çözsün də mənim üçün bunu. Bildiniz necə? Yəni həyatda uşaq pozisiyasında qalıb, yeniyetmə pozisiyasında qalıb və bu insan deməli psixoterapiya ilə məsələn psixoterapiya kimindən keçirirsən, mütəxəssislə keçirirsən də, düzdürmü? Onunla yavaş-yavaş bu etapları keçmiş olur. Hələ bir dediyim kimi yeniyetməlikdən gəlir gənc dövrünə. Çünki burada psixoterapiya zamanı axı sənin həm emosional durumunla da işləyirlər ki, səni danışdırırsan ki, pasiyenti sən bu situasiyada hansı reaksiyanı verdin, nə dedin, necə danışdın, dalamı çəkildin, üstünə mi getdin bu vəziyyətin, ağladın mı, özünə mi qapandın, yoxsa ki, sənə əsmə gəldi, başın gicələndi. Yəni ki, hamısını sən bunları həm yeni davranışlarına baxırsan, həm ona yeni davranışlar öyrədirsən, kimlərlə necə davranmalısan. Bundan sonra yavaş-yavaş bu cür metoda keç insanlarla ünsiyyətdə. Düzdürmü? Yatmamışdan qabaq hansı tutalım ki, nələr yazmalısan, nələr xəyal etməlisən, sən səhər duranda günüvə necə başlamalısan. Yəni ümumiyyətlə də sən bir ay sonra artıq nələri etmiş olmalısan, nələri bacarmış olmalısan, 5 ay sonra nələri bacarmış olmalısan. Yəni ki, onun qarşısına müəyyən belə strukturlu şəkildə elə bir şeylər qoyulur ki, o onu etməlidir, çözməlidir. Yəni ki, misal kimi də, yəni riyazi bir məsələ kimi onu sən çözməlisən, sən onun, yəni ki, bu səviyyədən o səviyyəyə keçməlisən. Bu leveldən o bir level'a, o leveldən, yəni ki, yeniyetməlikdən gəncliyə, gənclikdən yetkinliyə. Başa düşdünüzmü necə? Yəni ki, bunu psixoterapiya zamanı da buna aylar lazımdır. Bəzən bir də görürsən 10 ildirsə insanda tutalım ki, təşviş pozuntusu buna heç olmasa il yarım lazımdır. İl yarımla 2 il arası. Yəni siz bunu özünüz edə bilərsiniz. Mən bunu demişəm də, deyirəm də, hər canlımda bunu deyirəm. Öz psixoterapiyamla əlaqədar olaraq da danışmışam. Məsələn, hansı səbəbdən siz hansısa səbəbdən psixoloqa müraciət etmək istəmirsiniz, düzdürmü? Səbəblər müxtəlif ola bilər. İnamsızlıq ola bilər, sonra maddi baxımla ola bilər, maddi cəhətdən ola bilər, işiniz çoxdur, çatdıra bilmirsiniz, evdə balaca uşaqlar, işə gedirsiniz, nə bilim, ər deyir ki, yox, neyvə lazım deyə qorxursan ki, gedərəm, sonra evdə deyərlər ki, səndə yəqin, yəni adam var, insanlar var ki, indiyənə qədər, yəni ki, psixoloqa müraciət edən insanlar deyirlər ki, yəqin bunun çatışmamazlığı var, başı işləmir falan, yəni ki, kəskin bir sözlər, yəni bu sözlər onu çəkindirə bilər, bu cür ona qarşı belə tepki çəkindirə bilər, düzdürmü? Yəni o halda nə edə bilərsiniz? Süni intellektin uygulamaları var, hal-hazırda, yəni ki, artıq bir neçə cürdür də, düzdürmü? Onun hansınızı yüklürsünüz və orada deyirsiniz ki, mən öz şəxsi psixoterapiyamı keçmək istəyirəm və deyirsiniz, sizdə hal-hazırda aqrofobiyadır, panik ataklardır, təşviş pozuntusu, hipoxondriya, OKP, hər nədirsə. Yəni ki, amma çox şiddətli olanda, lap şiddətli olanda artıq orada, məsəl üçün, süni intellekt dediyim kimi də ChatGPT orada elə də yardım etməz. Yardım edə bilər yanaşı nə ilə? Məsəl üçün, biraz nevropatoloqun orada azca da olsa sizə dərman müalicəsi. Çox kəskin olanda, biraz bu sizi çox o kəskin durumu biraz ortaya salmaq üçün, yəni pozuntun səviyyəsi artıq çox yüksəkdir, dərəcəsi çox yüksəkdirsə, onu biraz endirirsiniz aşağı müalicə ilə və sonra başlayırsınız psixoterapiyanı. Çünki çox kəskin olanda onda insana heç nə təsir eləmir. Sözlər falan, psixoterapiya hələ mütəxəssislə də sənin üçün önəmlidir. Nə edəsən, sən o biraz
səviyyəni salasan aşağı. Düzdürmü? Deməli belə. Yəni ki, baxın, indi gəlin mən yenə qayıdım biraz əvvələ. Nə baş verir? Uşaq bayaq dedim ki, anadan olur. Bu olur anadan qopmağın ilk etapı. Separasiya, doğuldu, uşaq dünyaya gəldi, ana bətnindən çıxdı. Vəssalam. Sonra elə bilin ki, bax, dövlət tərəfindən də niyə analara, çalışan qadınlara, analara il yarım, bir görsüz 3 il zaman verilir ki, sən uşağı böyüt. Çünki o illərdə simbiozun ən, siz necə, yüksək olan dərəcəsi olur. Yəni uşağın yanında nə qədər ana çox olsa, nə qədər nəvazişini, nə qədər öz ananın qucağında olmağı, ananın iyi, ananın yanında yatması, anan əziləndə eləyəndə ananın ona sarılması, yəni hər tərəfli ən çox, yəni psixoloji möhkəm olması üçün uşağın, yəni ananın olması və ananın əlbəttə özünün psixoloji durumu sağlam olması, sinirləri, səbirli insan olması, sinirlərinin möhkəm olması çox önəmlidir. Düzdürmü? Yəni depressiv ana istər-istəməz özünə qapanmış bir anadır. Düzdürmü? Yəni ki, müəyyən bir pozuntusu varsa və pozuntusunun səviyyəsi yüksəkdirsə, artıq onda o qədər resurs yoxdur ki, uşağı ilə məşğul olsun, yetərincə, uşağına yetərincə qayğı versin. Düzdür, düzdür. Deməli, indi burada mən danışıram normal, yəni ki, psixoloji vəziyyəti, durumu stabil olan anadan, düzdür. Və bu ana neynir? Deməli, uşağı 3 yaşına qədər hələ bil uşağı saxlayır. Burada uşağın yanındadır da. Demək olar, hər zaman uşağın yanındadır. Bu normal simbioz. Yəni, bu uşaq 3 yaşına qədər artıq gəzir, dolanır, evin içində nələrsə əlləşdirir, həyətə, parka, ora-bura gedir. Amma uşaqda fikir vermişsiniz, neynir uşaq? Oynadıqca ara sıra dönür, baxır ki, anam buradadır, yoxsa yox ki, o ona arxayınçılıq verir, o ona özünü təhlükəsizlikdədir anlamı yaranır ki, onda vəssalam, anam buradadır. Nə olsa mən anamın üstünə qaça bilərəm. Haqsızlıq olsa mənə qarşı mən gedəcəyəm onun yanına. Əzilsəm qaçacağam onun yanına. Yəni ona görə gözü ara sıra ananı axtarır. Yəni bu gözü ananı axtarmaq, bu demək olar yeniyetmə yaşa qədər hardasa hələ davam edir, düzdürmü? Yeniyetmə yaşda artıq deyirsən ki, yox, mən artıq böyüyəm, hətta elə uşaqlar var ki, yəni neynirlər? Ananı, valideyni niyə dəyərsizləşdirirlər, kobud danışırlar? Çünki burada ananı, valideyni dəyərsizləşdirməsə o etapda, o ondan qopa bilməz. İdealizasiya qalsa, yəni anaya, ataya bir ilahi bir varlıq kimi baxmağa davam etsə, o qopmaz. Axı, ona görə təbii olaraq uşaqda burada kobudluq yaranmalıdır. Uşaq kobud, amma sonra bu separasiya düzgün şəkildə baş versə, nə olur? Düzgün şəkildə baş verəndə bu separasiya, sonra təzədən uşağın valideyninə qarşı mülayimliyi qayıdır, valideynə qarşı hörməti təzədən bərpa olunur. Yəni ki, uşaq yeniyetmə dövrəndə öz qararları üzərində duranda, lap biləndə ki, siz o səhv edirsiniz, ona başa salırsınız ki, bax, bunu etsən, sən ziyan görərsən, düzdürmü? Bunu etsən, sən gedib qiyməti azalacaqsan, bu qədər dərs və vaxt ayırsan, amma onun əlindən, məsəl üçün, hər şeyi almaq, telefonu alırsan, onu alırsan, evdə bağlayırsan ki, evə çıxmayacaqsan, bayıra çıxmayacaqsan, bir həftə dərsləri oxumasan, bax, bu cür təzyiq göstəriləndə vəssalam, orada pozuntu yaranır. Amma sən uşağı başa salanda ki, sən bunu eləsən, bu səhvdir, sənin qiymətlərin düşəcək aşağı, tutalım ki, başa saldın və buraxdın onun öz ixtiyarına və eyb yox, qoy qiymətləri bir ara düşsün aşağı. Yəni o səhvlər ona təcrübə qazandıracaq. Təcrübə qazandıqca da daha da gözəl inkişaf edəcək. İnkişaf etdikcə də əsl yetkin insana çevriləcək. Yəni valideyn uşağı baskı göstərəndə istəyir bütün səhvlərdən uşağı arındırsın da, uşağı səhvlər az olsun uşağın səhvləri. Yəni buna biz hamımız çalışırıq. Düzdür? Amma bunun patoloji tərəfi var. Əgər, yenə də deyim kimi, təzyiq, baskı, uşağın heç bir qərarı özü verə bilmir. Yəni ki, elə eləyirsiniz ki, ümumiyyətlə heç bir səhvi olmasın da, vəssalam, o insanda nə olacaq? O inkişaf əvəzinə nə olacaq? Həmən yaşda durub qalmış olacaq. Vəssalam, dondu qaldı o yaşda, irəliləmə baş vermədi. Çünki sən onun hər qararına qarışırsan, ged-gedə də ona görə də o
öyrənir ona ki, mənim üzərimdə dominant bir, mənim başımın üstündə hər zaman dominant bir şəxs olmalıdır. Olmalıdır deyəndə ki, onlara can atır. Çünki özündə o özgüvən yaranmadı, özündə öz dəyər yaranmadı yetərincə. Səviyyəsi aşağıda qaldı. Yeniyetmə uşağın özgüvəni, öz dəyəri necədir? Oynayır da, gah güvənir özünə, gah güvənmir, gah özünə inamı belə göylər qədərdir, gər yerlərdədir özünə olan inamı. Başa düşdünüz necə? Həmçinin də bu nevrotik insanlar. Ona görə ən təməlində duran səbəb psixoemosional olaraq yetkin olmamasıdır və bunu məhz aradan qaldırmaq lazımdır. Məhz qərarlarınızı ilk başda nə qərar verirdiniz, onu hələ həyata keçirməyə qorxmayın. Eybi yox, qoyun o səhv olsun. Qoyun sonra peşmançılığınızı çəkin. Peşmançılıq çəkin. Amma ki, yəni ki, qərarsız qalanda çox vaxt deyirsiniz ki, bunu eləyim, onu eləyim. Amma əsasən bir qərar var da ağlınızda, düzdürmü? Əsasən biraz buna daha üstünlük verirsiniz. Onu həll edin. Yəni ki, 5 gün düşünməyin. Bunu həmişə 5 gün düşünürdünüzsə, bir gün içində çalışın, qərar verin. Və eybi yox, ola bilər sonraki yenə deyirəm, o qərarın peşmançılığını çəkəsiniz. Amma özünüzdə belə bir vərdiş yaradın ki, birinci verdiyiniz qərarı uyğulayasınız. Birinci verdiyiniz qərarı uyguladıqca sonradan o verdiyiniz qərarlar daha düz, daha dəqiq, daha sizin üçün faydalı olacaq. Bildiniz necə? Amma hər zaman qərarsız qalıb onun üzərinə atmaq ki, sən nə düşünürsən, sən də mənə belə eləyim, elə eləyim, ora gedim, gedməyim, bu ilə dostluq eləyim, eləməyim. Bu oğlan necə ya həyat yoldaşı olar mənə, bu qızla sevgili olum, olmayım. Başa düşdünüz necə? Yəni, başqasına məsuliyyəti yıxanda, ya sən ged mənim yerimə müdürlə sən bir dənə danış da, mən girə bilmirəm, çəkinirəm. Bildiniz necə? Məsuliyyəti başqalarına atdıqca bu cür, yəni ki, siz bir ömür qərarsız insan kimi qalırsınız. Ümumiyyətlə, şəxsiyyət pozuntusu nədir? Xarakter pozuntusudur. Xarakterin pozuntusu nə deməkdir? Sənin davranışında da yanlışlar olacaq, yəni öz əleyhivədir də burada. Yəni, sən həyatında mütləq öz əleyhinə olan bir çox şeylər eləyirsən. Bu, sən xarakterindən irəli gəlir. Xarakterində sənin pozuntun olması nədən irəli gəlir? Çünki psixoemosional olaraq hansısa bir yaşda ilişib qalmısan. Reaksiyaların həyatda verdiyin reaksiyalar düzgündür. Yəni, bu həyata, bu dünyaya, insanlara sənin adaptasiyan 100%lıq deyil. Sənin adaptasiyan birində bəzi pozuntularda 20%, bəzilərində 50%, amma heç bir pozuntuda 100% deyil. Deməli, burada nə lazımdır? Xarakterin üzərində biz çalışırıq, düzdürmü? Çünki bu xarakter pozuntusudur. Yəni ki, şəxsiyyət pozuntusu bu o deməkdir. Yəni, burada da təməlinə baxırıq da, psixoemosional durumu insanın. Dediyim kimi, orada korreksiyalar etmək. Yəni, bu vəziyyət düzəltmək mümkündür. Burada, ona görə bilirsiniz necə, məndə bu simptomlar var, o var, bu var, dərman içirlər və salam, biraz əsmə getdi, biraz ürək döyünmə yerinə gəldi, baş gicəllənmə keçdi, o keçdi, bu keçdi. Bu yenə də, bu nədir? Bu sənin üzdə bədənin göstərdiyi, bədənin sən həyatda elədiyin özvə qarşı, vicdansızlığa, haqsızlıqlara qarşı çıxmamağın falan, özvə elədiyin vicdansızlıq və bir də ki, başqalarının sənə elədiyi vicdansızlıqlarla bağlı artıq o qədər öyrəşmirsən, artıq o qədər bu cür yaşamaq sənin üçün normal hal alıb ki, sən normal olmadığını görmürsən. Amma bədən dözmür axı, psixika axı gərgindir. Sənin psixikan nədən? Daim katastrofik ssenarilər yazır. Nədən? Yəni artıq pozuntu əmələ gəlib də, nevrotik pozuntunun özünün, sən nevrotik struktur, sənin bu struktura deməli, o kateqoriyaya aidsən, yəni sənin şəxsiyyətin artıq nevrotik insan kimi formalaşıb, düzdürmü? Və nevrotik insan kimi sən formalaşırsan, okey, sadəcə belə qalsan, yəni ki, rahat tam yaşaya bilərsən. Amma sən gec-tez hansısa bir çətinliklə üzləşirsən axı, çətin situasiyalı, bir dominant bir şəxslə üzləşirsən axı, sənə baskı göstərən, gec-tez üzləşirsən bu ilə. Yəni, cəmiyyət içində yaşayırsansa, ya evdə üzləşəcəksən, ya evlənəndən sonra, ya iş yerində, ya universitetdə, amma gec-tez hardasa. Yəni, daimi olaraq bir baskıcı insan var,
yaranırsa həyatında. Universitetdirsə getdi də bu bir 4 il, düzdürmü? Əgər bakalavrdırsa, magistraturada varsa 6 il, düzdür? Məsələn, daim sənin həyatında artıq bu professor olan məsələn şəxs var. Nə olacaq? Sən ona adaptasiya ola bilmirsən. Nədən? Çünki nevrotik struktur insansan, yəni şəxsiyyətin artıq elə formalaşıb və səndə bu kateqoriya insanlara aid olduğuna görə səndə həmən o insanların təsiri altında, onlardan qorxub çəkindiyin üçün, onlarla eyni səviyyədə ola bilməməyin üçün, eyni səviyyədə deyəndə ki, yəni yetkin səviyyəsində olmamağın üçündür sən çözə bilməməklərin, sən özü arxa plana atmaqların, həyatı və nə bilim sağlamlığı və düz deyə həkimlərə falan gedirlər. Amma köklü şəkildə çözmürlər axı, düzdürmü? Hələ burada yetkin, yəni insan ümumiyyətlə öz pozuntusundan tamamilə bixəbərdirsə, o heç. Amma xəbərdardırsa, məsələn, baxmalıdır da səbəblər əsl nədir, kökündə nələr durur, bunu araşdırsın, eləsin. Bunu etməyəndə, tapmayanda bu nədir? Bu da hələ yetkin olmamağı göstərir. Başa düşdünüzmü necə? Yəni, psixoemosional bir sözlə yetkin olan insan bu həyatda psixoemosional yetkin olmayan insanlarla nə qədər öndədir. Yəni, onun həyatı daha keyfiyyətlidir, daha rahatdır, daha komfortdur, xəstəlikləri falan da daha azdır. Yəni, psixoloji olaraq da, indi o birilər heç. Hələ o birilər də belə baxanda, elə o birilər də emosional yetkin olan insan özünü düzgün tələbatlarını, bədən tələbatlarını düzgün ödəyəcək də. Yəni, ac olanda yeməyini yeyəcək, susuz olanda vaxtında suyunu, çayını içəcək. Yəni, bacardığı qədər, düzdürmü? Soyuqdursa isti giyinəcək, istidirsə biraz nazik giyinəcək. Amma nevrotik pozuntusu olan insan necədir? Məsəl üçün, işini, gücünü çox keyfiyyətli görsün deyə, çox hər şey çatdırsın deyə yeməyini çox gec yeyə bilər. Nədən? Çünki var özünə qarşı vicdansızlıq burada. Demir ki, mən evə bir 5 dəqiqə vaxt tapım, gedim yeməyimi yiyeyim. Ona lazımdır göstərsin özünü ki, mən düzgün adamam, mən yaxşı işçiyəm. Yəni, narazıçılıq görmək istəmir də insanların bununla bağlı. Onunla bağlı narazıçılıq görəndə insanlar da onun üçün dünyanın sonudur. Dəyə demir ki, qoy olsunlar da səndən narazı. Səndən hamı razı olanda nə olacaq ki, sən özünü yaxşı hiss eləyəcəksən? Yox. Sən özünü daha da pis hiss eləyəcəksən. Çünki sən axı onlara uyğunlaşmağa çalışırsan. Onların tələbatlarını ödəməyə çalışırsan bütün. Onların emosional tələbatlarını sən ödəyirsən, onlara elə eləyirsən ki, onlar özlərini yaxşı hiss etsinlər. Düzdürmü? Özləri gülsün, xoş, yaxşı özlərini hiss eləsinlər də bir sözlə. Yəni ki, sən hamı üçün çalışırsan, əlləşirsən. Amma özünə gəlib çatanda bunu, yəni başqası üçün elədiyin yarısını belə o insanlar özləri üçün eləmirlər. Ona görə də bədən etiraz edir. Bədən ya baş gicəllənmə olur, ya gözün qabağı qaralır, ya üşütmə gəlir, ya titrətmə gəlir, ya isti basır, təzyiq qalxır, puls, ürəyi çarpır, takikardiya, nə bilim, aritmiya, o bu. Çünki yox demək çətindir ona. Çünki istədiyini tələb etmək, sonuna qədər üzərində durmaq, yox, mən bu istədiyimi eləyəcəyəm, yoxdur. Çox tez dala çəkilirlər, çox tez təslim olurlar hər bir çətinlikdə. Yəni ki, çalışmır ki, qoy bioda bir təhər də olsa, qoy lap 2 dəfə olmasın konflikt, 5 dəfə olsun, amma axırı mən istədiyimə nail olum. Yox, konfliktdən qorxacaq ki, o insanın münasibəti mənə dəyişər. Dəyişməsindən çox qorxur insanların ona qarşı. İnsanlar onun haqqında vicdansız deyə düşünərlər. Yenə deyirəm də onun üçün bu dünyanın sonu deməkdir. Amma sən özünə vicdanlı davranmaq o demək deyil ki, sən başqalarına vicdansızlıq eləyirsən. Elə deyil. Yəni, başqa insanlar sənin ətrafında dominant şəxs nədir? Ancaq istəyəcək ki, sən hər şeyi onu düşünərək edəsən, onu düşünərək edərsən. Onun üçün fərqi yoxdur, sən nə dərəcədə özündən imtina etmirsən. Nə qədər çox etsən, onun üçün daha yaxşıdır. Ona daha xoşdur. Çünki onda sən ona daha çox zamanı
ona xərcləyirsən də öz zamanı və ona yəni vəssalam zamanındır. Yəni hər bir şey enerjindir, xoş sözlərindir, dəstəyindir. Yəni ağlınıza nə gəlirsə. Bir sözlə emosional olaraq, yəni ki, məsələn, borderline tutalım ki, şəxsiyyət pozuntusunda niyə? Məsələn, nevrotik pozuntu olan insan 1 il, 2 ildə, maksimum 2 ildən çox da orada olmur da terapiya. Amma niyə borderline tutalım ki, şəxsiyyət pozuntusunda 2 ildə 5 il arası olmalıdır? Yəni 2 il heç olmasa. Anladınız necə? Heç olmasa 2 il. Nədən? Çünki o psixoemosional olaraq bilirsiniz hansı yaşda ilişib qalıb? 1 yaş 6 aylıq, 1 yaş 8 aylıq. Körpə, yəni balaca. Orada simbiyoz çox kəskindir. Ona görə onlar ilk etapda, yəni tanış olanda, sevgili olanda kiminləsə və yaxud psixoterapiyada, psixoloqa, psixiatra çox nədən dəhşətli bağlanırlar. İstəyirlər hər saniyə danışsınlar, hər saniyə əlaqədə. Çünki bir uşağın anaya o yaşda nə qədər ehtiyacı var, tam da o qədər həyatında ona diqqət göstərən, onu önəmsəyən bir insan görəndə vəssalam o qədər də tam anadan nə qədər istəyir, lazımdırsa ona o yaşda, o qədər də o istəyir alsın. Amma orada əlbəttə ki, sən sərhədlər yaratmalısan, istər sevgili ol, o insan konflikt yaradır, incir, küsür. Amma elə sən onu yetkinliyə aparırsan. Orada nə edirsən? Borderline-da nə edirsən sən? Sən onu körpəlikdən çıxarırsan, getirirsən yeniyetməliyə. Yeniyetməlikdən gəncliyə, gənclikdən də yetkinliyə. Ona görə orada hardasa 5 il lazım olur. Niyə 10 il yox məsələn? Çünki artıq fizioloji olaraq artıq böyüyüb bu insan, düzdürmü? Yəni hardasa olsa onun intellekt var axı, müəyyən bir savadı var axı, heç olmasa da məktəb səviyyəsində də olsa bir savad var axı. Bildiniz necə? Ona görə lap 10 il falan yox, amma 2 ilə 5 il arası. Yəni pozuntu budur. Pozuntu da əslində sən insanı böyüdürsən. Ona görə biz deyəndə ki, 1 seansla, 2 seansla alınmır. Nədən deyirik? Çünki sən insanı 3 seansla necə böyüdə bilərsən? Sən insanın xarakterini 1 ayda necə dəyişdirə bilərsən? 3 ayda necə dəyişdirə bilərsən? 3 ay onun xarakteri dəyişsin 10%. Düzdürmü? 10%, 7%. Baxın belə. İnsan mürəkkəb varlıqdır. İnsanın düşdüyü mühit, böyüdüyü ailə falan, bunlar hamısının, hər şeyin az təsiri var. Yəni ona görə özünüzə qarşı, indi burada nevrotik insanlardan əsas söhbət gedir də bu videoda, özünüzə qarşı diqqətinizi artırmalısınız, duyarlı olmalısınız daha çox özünüzə qarşı. Öz istəkləriniz və tələbatlarınız nədir? Onların hər birini başlasaz, maksimum ödəməyə, maksimumda. Siz onu heç vaxt eləməmişsiniz axı. Siz heç 70% hər tələbatınızı ödəməmişsiniz. Hər tələbat, başa düşdünüz necə? Fizioloji tələbatlarınız da var, yuxu var, yemək var, içmək var, biraz hərəkət var, idman var, o var, bu var, düzdürmü? Mənəvi tələbatlarınız, özünüzə verdiyiniz dəstək, ancaq kənardan gələn dəstəklə həyat keçməz. İnsan, o da lazımdır, o da gözəldir, amma ilk növbədə sən heç kəs olmayanda özünə gözəl dəstək verə bilməlisən. Beləyə ən yüksək dəstəyi verə bilməlisən mənəvi olaraq. Yəni ki, bir dostdan, öz uşağına nə dərəcədə dəstəkləyici sözlər deyərsən, nə dərəcədə oturub düşünərsən, yol axtararsan, mən uşağımın bu problemini necə çözüm, itirmək başı yox, çözmək. Bunu necə çözüm? Burada neçə variantlı mən çözə bilərəm, burada neçə variantlı çözə bilərəm. Yəni ki, yenə də ən gözəl həmişə nümunə budur. Yəni bir qadındırsa, tutalım mənim pasiyentim, hələ bir kişidirsə, məsələn, qadınlarda daha asandır, kişilər də. Kişiyə deyə bilərsən ən yaxın dostun, anava qarşı, atava qarşı, uşağına qarşı da. İndi onun üçün həyatında ən əziz insan kimdirsə, deyirsən, bax sən ona qarşı necə olardın, necə dəstəkləyərdin, necə çalışardın onun yanında durasan. Bax, o cür öz yanında dur.
onu deyərdin də, o da istəklərindən vazgeçməsin, tələbatlarını bacardığı qədər ödəsin, düzdürmü? Yəni qoymazdınız axı o yarımçıq həyat sürsün. O cürdə özünüzü qoymayan yarımçıq həyat elə yarımçıq insandır da. Ona görə bədənə etiraz edir, bədəndir, bəsdir də. Bəsdir də. Mən bu psixikada sən niyə bu qədər gərgin vəziyyətdə saxlayırsan? Sən bizi niyə bizi heçə sayırsan? Belə. Sağ olun, görüşərik.